Mən bir qaranlıq otaqdayım. Bir yanımda boş siqaret qutusu, bir yanımda isə boş şərab şüşəsi. Bağışlayın, mən siqaret çəkmirəm. Ya da ki, mən sərxoş deyiləm. Sadəcə xəyallarım sərxoşdur. Mən dəli deyiləm. Sadəcə düşüncələr boşdur. Yanımda heç kimsə yoxdur. Həyatımda düşüncələr kimi sadəcə boşdur. Mən yenə rap yazıram. Sətirlər yenə də coşdu. Mən bir xəstəlik keçirdim. Hər kəs mənə bir ad qoşdu. Biri nevroz, biri xəstə, biri psix, biri isə dəli dedi və Adil yenə də coşdu. İndi isə bir cavabım var. Mən xəstə deyiləm, ya da ki, bir dəli deyiləm. Sadəcə etdiyiniz xəyanətlər əsəblərimi alt üst etdi. Yenə də məhv oldu xəyallar. Geriyə qaldı yalnızca boş ümidlər. Bugün 27 may 2017-ci il və mən yenə də yalnızam. Odaqlar yenə boşdur, ümidlər yenə boş, xəyallarsa yenə də sərxoş. Hər kəs xoşbəxtliyi sevərkən mənə isə dərdlər olubdur xoş. İndi mən nədən yazım? Boş xəyallardanmı və yaxud həyatıma girib çıxan ikiyüzlü bəzi insanlardan, ürəyimi parçalayan o yalancı duyğulardan, həyatımı dəyişdirən o axmaq xəyallardan, yoxsa əsəblərimi sakitləşdirən o həzinli mahnılardan. Mən bir şair olum və yaxud bir rapper, inan ki fərq etməz. Mən replər və şeirləri həyatımdan yazım, kimsə bunu dərk etməz. Mən Alikoyam, unutmayın ki Aliko heç zaman səhv etməz və Alikonun doğrulardan yazmağı alçaqlara sərf etməz. Rap yazmaq peşəmdir, yaşadıklarımsa ilhamım. Xoşbəxtliyə qalmayıb zərrə qədər inamım.